Dostlar, salamlayıram hər birinizi. Bugün belə bir maraqlı mövzuya toxunacağam sizlə. Söhbət nədən gedir? Dövlət qulluğunun ikinci turuna, müsahibə mərhələsinə hazırlaşanlar üçün orada dünya görüşü var. Bu dünya görüşünə necə hazırlaşaq? Bununla bağlı qeydlərim də var özümdə. Hər biri haqqında sizə məlumat verəcəm. İlk olaraq nədən başlayaq? Baxın, sual belədir ki, əsas mövzular nə öyrənmək lazımdır? Birinci, Azərbaycan tarixi və dövlətçiliyindən danışım. Baxın, müstəqilliyimizin tarixidir, AXC-dir, bura Xocalı faciəsi, 20 yanvar, xüsusən 2-ci Qarabağ müharibəsi, daha sonra Heydər Əliyev və İlham Əliyevin Azərbaycanın müstəqilliyində fəaliyyəti, yəni bu kimi tarixi hadisələri öyrənməz. İkinci məsələ burada coğrafiyamızdır. Coğrafiyamızda bizim Azərbaycanın relyefidir, iqlimidir, təbii ehtiyatlardır, qonşularımızdır. Daha sonra Xəzər dənizi haqqında öyrənməlisiniz, Xəzər dənizinin statusu nədir, bu kimi məsələlər. Keçirəm digər məsələyə. Digər məsələmiz mədəniyyət və cəmiyyətdir. Burada milli qəhrəmanlarımız, ədəbiyyatımız, əlbəttə ki, musiqilərimiz, məsələn, mədəniyyətə deyə bilərsiniz, Nəsim ili nə vaxt elan olunub, hansı mədəni tədbirlər görülüb, məsələn, hansı mədəniyyətlə bağlı tədbirlər keçirilib və s. Bayramlarımız, anım günlərimiz, bunların niyə həmin gün olub və s. Bu kimi məsələlər. Dördüncü, beynəlxalq münasibətlərə gərək Azərbaycanın beynəlxalq təşkilatlarla münasibətləri, Azərbaycanın başqa dövlətlərlə münasibətləri, Türk Dövlətləri Təşkilatı, regional münaqişələr olsun, enerji layihələrimiz olsun, məsələn, Cənub qaz dəhlizi və s. Daha sonra siz burada aktual hadisələr deyək, son illərin siyasi, iqtisadi, qlobal prosesləri, məsələn, İranla İsrail gərginliyi və yaxud sülh danışıqları olsun. Yəni, bu kimi məsələləri öyrənməlisiniz. Dediyim kimi, bir də bunları ümumiləşdirib deyirəm ki, istər beynəlxalq münasibətlər, istər coğrafiya, istərsə də bizim tariximizlə bağlı bu məsələləri öyrənməlisiniz. Daha sonra, indi burada mənbələrə baxaq. Soruşa bilərsiniz ki, bəs yaxşı, mən bunları hardan oxuya bilərəm? Əlbəttə ki, birinci növbədə internetdə axtarış edərək istədiyiniz məlumatı bugün çox rahat şəkildə tapa bilərsiniz. Bununla bağlı xüsusi kitab varmı? Hər hansısa müəllimlər, bəli, bununla bağlı özləri konspekt düzəldirlər, kitablar düzəldirlər. Yəni, onları da əldə edə bilərsiniz, əlbəttə ki. Bu arada mənim YouTube kanalımda da dünya görüşünə aid videolar var. Məsələn, orada istər Zəfər günü ilə bağlı, istər Azərbaycan UNESCO əlaqələri və s. Yəni, bu videolarım var və əlavə olaraq çəkirəm bu videoları, belə baxa bilərsiniz. Yəni, mənbə dediyim bunlardır və daha sonra sizin burada hazırlıq strategiyanıza gələk. Görəsiniz, hazırlaşmağınız necə olacaq? Baxın, hazırlaşmağa gəldikdə isə, belə deyərəm, gündəlik oxumaq. Gündəlik nə oxuyacaqsınız? Gündəlik artıq siz xəbərlər oxumalısınız. Artıq dövlət qulluğunun birinci turundan keçmişsinizsə, siz daimi olaraq bu xəbərləri oxumalısınız. İstər dünya xəbərləri, istər ölkəmizdə baş verən xəbərlər. Məsələn, dünya görüşündə tutan prezidentin son səfəri. İndi mən bu videonu çəkib yerləşdirəndə prezidentin son səfəri Almaniya Federativ Respublikasına idi. Yəni, bundan sonraki, məsələn, prezidentin bu il səfərləri hara olub, hansı konferanslar keçirilib, məsələn, Şuşada 4-cü media forumu və yaxud COP29 forumu olmuşdu keçən il və s. Yəni, bu kimi tədbirləri, siz əlbəttə ki, xəbərlərə baxaraq bunları bilməlisiniz, dünya görüşü ilə bağlı. Yəni, bu kimi, əsasən hər gün, siz bu xəbərlərlə daimi, gündə bir dəfə səhər durdunuz, baxın xəbərlərə və yaxud axşam. Bundan aid istər Telegram qrupları da var, orada da xəbərlər paylaşırlar. Belə, istər qlobal xəbər olsun, istər ölkə daxili xəbərlər və s. Və demək istədiyim nədir? Sonda bu fikrimi mən sizlə bölüşmək istəyirəm ki, aktual qalmaq lazımdır əsasən. Müsahibəyə qədərki mərhələdə aktual qalmalısınız, hər gün xəbər oxumalısınız. Elə sizdən sual soruşa bilərlər ki, həmin sual dünən baş vermiş hadisə ilə bağlı ola bilər. Ona görə mütləq şəkildə dediyim kimi, bu hadisələrə mütləq aktual qalmaq lazımdır və belə qalan mənbələrdə nə oxumalısınız, onları da dedim. Və öz qrupumda da paylaşıram. Bu arada qrupumun da linkini aşağı hissəyə qoyacağam. Həm müsahibə, həm ümumi qrupu da qoyacağam ki, hər biriniz o qruplara daxil olaraq baxa bilərsiniz. Bax, belə. Əlaqə nömrəmi də qeyd edəcəm. Əlaqə saxlamaq istəyənlər nömrə ilə əlaqə saxlaya bilərlər. Sağ olun. Bu videonu da bəyənin, paylaşın ki, dövlət qulluğuna hazırlaşan şəxslərə əl çatan olsun. Hələlik.